Məkkə şəhərində yaşayan bir şəxs ümrə ziyarəti etmək istədikdə onun Məkkə şəhərindəki haram ərazilərdən kənara çıxıb oradan niyyət etməsi kifayətdir. Onun ümrə üçün niyyət etmə yeri məhz o ərazilərdir. Məkkə şəhərinin haram ərazilərinin xarici. Məkkə şəhərində yaşayan bir şəxs istər oranın yerli öz əhalisidir, istər orada müəllim yaxud tələbədir, istər orada həkim, mühəndis yaxud işçidir. Məkkə şəhərindəki haram ərazilərdən, haram hüdudlardan kənara çıxır, oradan ümrə üçün niyyət edir, gəlib Məscidül Haramda ümrəsini edir. Amma həcc ziyarəti üçün evindən niyyət edir. Həcc ziyarəti etmək istədikdə evindən həcc üçün niyyət edir və gəlib Məscidül Haramda həcc ibadətini yerinə yetirir.